Qərbi Azərbaycanlılar Xaçmazda Novruz bayramını qeyd edirlər. Yurd həsrəti ilə yaşayan Qərbi Azərbaycanlılar təbiət qoynuna Xaçmaz rayonuna üz tutublar. Buraya ölkənin müxtəlif bölgələrindən gələn həmvətənlər toplaşaraq keçmiş xatirələrini bölüşüb, yurd yuvalarına dönəcəkləri günü həsrətlə gözlədiklərini, növbəti ildə Novruz bayramını doğma torpaqlarında keçirəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər. Əsasən Çəmbərəkənd rayonunun Gölkənd kəndindən olan tədbir iştirakçıları doğma yurdlarını bir-birlərini unutmadıqlarını, buna görə toplaşdıqlarını bildiriblər. Tədbirdə çıxış edənlər bu əhval-ruhiyyədə danışaraq Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu böyük hərəkatın reallaşacağı, məcburi köçkünlərin yurd yuvalarına qayıdacaqlarını inandıqlarını bildiriblər. Gölkəndlilər bizim adət-ənənələrimizi həmişə ürəklərində, qəlblərində saxlayıblar və bugünkü günümüz buraya toplaşmağımız kəndimizin, el-obamızın adət-ənənələrini yenidən bir daha təbliğ etmək deməkdir və buraya təşrif buyuranlar bizim Qaraqoyunlu dərəsinin cəmaətidir, Gölkənd kəndindən və eyni zamanda Qaraqoyunlu dərəsinin Çay kəndin, Əmirxeyrin, Yanıqbəyin, Bərvədin, Qaraqayanın nümayəndələri iştirak edirlər. Onları hamısını mən bura dəvət eləmişəm. Özüm Sumqayıt vətəndaşıyam. Orta məktəbdə Sumqayıtda bitirmişəm. Bütün həyatım Sumqayıtla bağlıdır. Və bu gün eyni zamanda bizim el-obanın tay tuşları, bu cavanları, orta yaşlıları hamısı var, yığışıbdılar. Bahar bayramı münasibəti ilə Gölkənd kəndinin insanları, adamları necə ki orada qəbul edirdilər, bu bayram gününü keçirdirdilər, indi də onu burada. Biz buranı qəribçilik hesab eləmirik. Biz burada bizim öz vətənimizdir, bütöv vətənimizdir. Tədbir musiqi sədaları altında rəqslərlə davam edib. Könül Kazımova, Aydın Adgözəlov bugün informasiya proqramı üçün.